Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Bu gün sizə yenidən qəbul tipli bir sınağı izah edəcəm. Gəlin vaxt itirmədən sınağın izahına keçək. Əgər bu sınaq sizə yararlı olacaqsa, o zaman sonda videonu bəyənib və gözəl rəylərinizi yazmağı unutmayın. Birinci sualımız akvarium və 4n1 KH-ın Venn diaqramında verilmiş formasıdır. Biz deməli akvariuma özünə aid olanları, 4n1 KH-a özünə aid olanları, ortada isə ikisinin ortaq cəhətini götürəcəyik. Gəlin baxaq. Sokrat müzakirəsinin bir versiyasıdır. Bəli, bu akvariuma aiddir. Ona görə biri götürürəm. Xüsusiyyət sadalama opsiyondadır. Bunu silirəm. 4n1 KH-a baxaq. Layihə işlərində istifadə olunur. Bəli, bu 4n1 KH-a aiddir. 3n-dir, SWOT analizidir, 4n1 KH-dır. Bunlar layihə işlərində istifadə olunur. Az sözlə əsas fikrin ifadə olunması, lakonik ifadə Sokrat dialoqunda var, Sinkveində bir də klasterdə var. Ona görə bunun üzərindən xətt seçirəm. Söz analizi, söz ehtiyatının artırılması Freyerə aiddir. Tənqidi təfəkkür bacarığı, bəli, bu 4n1 KH-da da var, akvariumda da var. Ona görə 4-ü də götürürəm. Deməli, 1, 4, 5. Doğru variantımız oldu, D variantı. Məsələn, 4n1 KH-da, hətta qeyd etdim ki, yaradıcı təfəkkürdə daha çox inkişaf edir. Amma hər ikisinin ortaq cəhəti kimi biz tənqidi təfəkkürü götürə bilərik. Davam edirəm növbəti sualına. Hansı fikir yanlışdır? Sinifdə öyrənənlərin həyatla əlaqələndirilməsi şagirdlərə öyrəndiklərini müxtəlif həyati situasiyalarda tətbiq etmək imkanı yaradır. Bəli, dərsin həyatla əlaqələndirilməsi şagirddə həyati bacarıqlar formalaşdıra bilər. 21-ci əsr bacarıqları formalaşdıra bilər. Şagirdlərin qrup işinə cəlb olunması onların liderlik və təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsinə kömək olacaq. Bu da doğru fikirdir, burada da səhv yoxdur. Qrup işində ümumiyyətlə şagirddə üstün sosial bacarıqlar formalaşa bilər. Bunların içərisində liderlik, təşkilatçılıq bacarığını da qeyd etmək olar. C-yə baxırıq. Şagirdlər əməkdaşlıq şəraitində iş prosesinə cəlb edildikdə onlar bir-birinə dəstək olmağı öyrənirlər və birgə öyrənmə mədəniyyəti uşaqlarda formalaşır. C variantında da səhv yoxdur. Fasilitator müəllim şagirdin maraq və meylləri haqqında məlumatlı olmalı və ona uyğun istiqamətdə bir iş görməlidir. D variantında da səhv yoxdur. Fasilitator müəllim şagirdlərin potensiallarını müəyyən edib, onları ilin əvvəlində buna əsasən qruplaşdırır. Y variantı isə səhvdir. Yadda saxlayın, fasilitator müəllimin vəzifəsi uşaqları qruplaşdırmaq deyil, özü ilin əvvəlində. Fasilitator müəllim hər gün şagirdə fasilitatorluq etməlidir. Biz uşaqları nailiyyətlərinə görə qruplaşdırmaq, səviyyələrinə görə qruplaşdırmaq bu biraz düzgün anlayış deyil. Müəllim sinifdə heterogen qruplar yaratmalıdır və bu heterogen qruplarda müxtəlif intellektli, müxtəlif öyrənmə tərzli uşaqlar olmalıdır. Davam edirəm 3-cü sualla. Aşağıdakı yanaşmalardan hansı müasir pedaqoji prinsiplərlə uyğun gəlməyən bir təcrübə nümunəsidir? Yəni, pedaqoji prinsipə uyğun olmayan variantı tapmalıyıq. Gəlin, baxaq. Müəllim şagirdlərə həmyaşıdlarının fəaliyyətini qiymətləndirərkən obyektiv və şəffaf olmaları üçün rubrikdən istifadə etməyə onları təşviq edə bilər. Bəli, A variantında səhv yoxdur. Yoldaş qiymətləndirməsi zamanı biz uşaqlara rubrik veririk və bu rubrik əsasında uşaqlar bir-birlərini qiymətləndirə bilərlər. Müəllim mövzunun daha sürətli mənimsənilməsi məqsədi ilə seçdiyi öyrənmə üsulunun effektivliyini izah edir və tapşırıqların həmin strategiyalar əsasında yerinə yetirilməsinə səy göstərir. Bir də burada müəllimin özünə uyğun olan biz bacarığı gördük. Yəni, müəllim istəyir ki, özü üçün sürətli olan bir şeyi şagirdlərinə də mənimsətmiş olsun. Ona görə B variantı burada bizim səhv variantımızdır. Yadda saxlayın.
Mövzunu birinci sürətdə öyrənmək lazım deyil, mövzunu başa düşərək şagirdə öyrətmək lazımdır və bunun üçün də şagirdin öz strategiyaları olsa daha gözəl olar. Yəni hər kəsin bir öyrənmə üsulu var, hər şagirdin bir öyrənmə üslubu var. Şagird bunu özü müəyyən etməlidir. Yəni bu bir növ şagirddə metakognitiv bacarığın formalaşdırılmasından söhbət gedir burada. Müəllim öz pedaqoji təcrübəsinə əsaslanaraq şagirdlərin çətinlik çəkə biləcəyi məqamları əvvəlcədən proqnozlaşdırır və müzakirələr təşkil edir. Biz Rozenşaynda öyrənmişdik ki, müəllim əvvəlcədən, məsələn, mən əgər kəsr mövzusunu keçirəmsə, fonetikanı keçirəmsə, bilirəm ki, uşaqlar daha çox vurğuda problem yaşaya bilər və yaxud da kəsirlərin toplanmasında, bölünməsində problem yaşaya bilər. Əvvəlcədən müəllim səriştən bunu deməyə mənə imkan verir və mən həmin hissələrdə uşaqlarla daha başa düşürəm, onların izah formasını elə edirəm ki, uşaqlarda qaranlıq qalan bir məqam olmasın. Müəllim yeni mövzunun mənimsənilməsinə hazırlıq məqsədi ilə şagirdlərin əvvəlki biliklərində hansı boşluqlar və ya anlaşılmazlıqlar olduğunu müəyyən edir və refleksiyanı həyata keçirdir. D variantında da səhv yoxdur. Həqiqətən də müəllim ümumiyyətlə hər dərsin sonu refleksiya keçirtməlidir. Müəllim təlim məqsədlərini və fəaliyyət planını hazırlayarkən uşaqların yaş xüsusiyyətini, inkişaf səviyyəsini nəzərə alır. Bununla da diferensial yanaşmanı tətbiq etmiş olur. Y variantında da səhvimiz yoxdur. Növbəti suala keçirik. 4-cü suala baxaq. Müəllim müşahidə edir ki, iki şagird arasında yaranmış münaqişə qrupdaxili əməkdaşlığa mənfi təsir göstərməyə başlayır. Tərəflər bir-birini günahlandırır, qarşı tərəfin fikirlərini dinləmək istəmir və hər biri yalnız öz mövqeyinin haqlı olduğunu düşünür. Müəllim konflikti həll etmək üçün şagirdlərin fərdi və qrup şəklində söhbətlər edir. O şagirdlərdən hadisəyə qarşı tərəfin baxış bucağından baxmağı, həmin vəziyyətdə hansı hisslərin yaşana biləcəyini təsvir etməyi və öz reaksiyalarının hadisələrin gedişinə necə təsir etdiyini təhlil etməyi xahiş edir. Bircə müzakirə aparır, deməli, hadisənin düzəlməsi üçün mümkün həll yollarını müəyyən edirlər. Deməli, biz adətən bu tipli situasiyalarda oxuyub anlama bizdə biraz güclü olmalıdır və biz oxuduğumuz məsələdə, məsələn, situasiyadan nədən bəhs edirdi, situasiyada mənfi bir prosesi gördünmü, müəllimin atdığı yanlış var idimi, şagird orada qaydaları pozdumu? Bunlara diqqət edəndən sonra siz variantları daha rahat şəkildə tapa bilərsiniz. İndi bizdən doğru fikri istəyir. Üzr istəyirəm. Hansı fikri söyləmək olmaz deyir. Müəllim şagirdlərin yalnız davranışlarına deyil, emosiya və düşüncə proseslərini dərk etmələrinə də şərait yaratmışdır. Düzdür. Yəni burada elə müəllimin şagirdə sual verməsi, qarşı tərəf nə düşünür? Bu şagirddə empatiya hissinin formalaşmasıdır. Tətbiq olunan yanaşma şagirdlərdə empatiya, aktiv dinləmə, özünü idarə etmə, münasibətlərin konstruktiv şəkildə tənzimlənməsi və sosial-emosional bacarıqların inkişafına xidmət edir. B variantı da doğrudur. Sosial-emosional öyrənmə təhsil prosesində bizim tətbiq etdiyimiz bir yanaşmadır. Bu yanaşma sayəsində biz təhsildə uşaqların özünü idarə etməsinə, müstəqil olaraq qərarlar qəbul etməsinə, müstəqil olaraq belə deyim, hər hansı bir qərarın verilməsində tək özünü yox, başqalarını da düşünmək və s. kimi şagirddə müəyyən bacarıqlar formalaşdırmış oluruq. Müəllim şagirdləri hadisəyə müxtəlif perspektivlərdən yanaşmağa təşviq edir, onlarda tənqidi düşünməni inkişaf elətdirir. C variantı da doğrudur. Müəllim yaranmış vəziyyətdə hansı şagirdin davranışının münaqişənin dərinləşməsinə daha çox təsir etdiyini müəyyən etməyə çalışmışdı. Əziz müəllimlər, baxın, biz burada müəllimin günahkar axtarışında olduğunu gördükmü? Xeyr, müəllimin məqsədi günahkarı axtarmaq deyildi. Müəllimin məqsədi məsələni konstruktiv yolla həll etməkdir. Ona görə də D variantı bizim burada səhv variantımızdır. Növbəti sual 5-ci suala keçirik.
Müəllim esse yazı tapşırığından sonra şagirdlərə əvvəlcədən hazırlanmış rubrikanı təqdim edir. O şagirdlərdən öz işlərini meyarlar əsasında qiymətləndirmələrini xahiş edir. Qiymətləndirmə prosesindən sonra uşaqlar öz verdikləri qiymətləri əsaslandırırlar, özlərində güclü və zəif inkişaf etdirilməli tərəfləri müzakirə edirlər, növbəti yazı fəaliyyətində nəyə diqqət edəcəklər, bu barədə refleksiya aparırlar. Müəllim isə müzakirə zamanı şagirdlərin diqqətini nəticədən daha çox meyarlara və əsaslandırmalara yönəldir. Yenə də bizdən deyir ki, hansı fikri söyləmək olmaz. Gəlin baxaq. Qiymətləndirmə meyarlarının müzakirə olunması şagirdlərdə keyfiyyətli işin xüsusiyyətləri haqqında daha aydın təsəvvür formalaşdırır. A variantı doğrudur. Şagirdlərin öz işlərini təhlil etməsi onlarda metakognitiv bacarığın formalaşmasına kömək edəcək. Bəli, insan əgər öz güclü və zəif tərəflərini müəyyən edə bilirsə, bu metakognitiv bacarığa aiddir. Rubrika əsaslanan qiymətləndirmə prosesi şagird fəaliyyətinin obyektiv şəkildə müəyyənləşdirilməsini təmin etdiyindən əks əlaqəyə ehtiyac yaranmır. Müəllimlər, əgər mən formativ qiymətləndirmə aparıramsa, mütləq o dərsdə əks əlaqəyə ehtiyac var. Yəni, rubrik düzdür, şagirdin qiymətləndirmə prosesini ədalətli edir, obyektiv edir, vaxta qənaət edir, amma bu o demək deyil ki, mən şagirdə rəy verməməliyəm. C variantı səhv variantdır. D variantında deyir ki, müəllim qiymətləndirmə prosesində şagirdləri fəal iştirakçıya çevirir və öyrənmə məsuliyyətini paylaşmağa imkan yaradır. Səhv yoxdur burada da. Şagirdlərin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi formativ qiymətləndirmənin öyrənməni dəstəkləyən funksiyasına uyğun gəlir. Yəni, formativ qiymətləndirmənin məqsədi nədir? Şagirdin inkişafı. Burada da səhv yoxdur. 6-ya baxıram. Bu fəaliyyətlərdən hansını qiymətləndirmənin öyrənməni dəstəkləyən və tənzimləyən funksiyasının birbaşa təzahürü hesab etmək olmaz. Deməli, öyrənməni dəstəkləyən və tənzimləyən hansı qiymətləndirmədir? Formativ qiymətləndirmə. Şagirdlərə inkişaf yönümlü rəyin verilməsi formativdədir. Təlim məqsədlərinin qiymətləndirmə nəticələrinə uyğun düzgün planlaması formativdədir. Bu bilirsiniz nə deməkdir B variantı? Yəni, biz baxırıq uşaq təlim məqsədinə çatıb-çatmıyor və növbəti planlamamızda da nəsə edə bilərik. Yəni, bugün bizim apardığımız formativ qiymətləndirmə niyə lazımdır? Mənim də hətta öz fəaliyyətimi təhlil etmək üçün mənə yol göstərir ki, bax, uşaqların burada bir boşluğu var. Şagirdlərin öz fəaliyyətlərini meyarlarla müqayisə etməsi və refleksiya aparması, məsələn, özünü qiymətləndirmədə var. O da formativin komponentidir. Qiymətləndirmə nəticələrindən istifadə etməklə şagirdlərin nailiyyət səviyyələrini müəyyən etmək. Bax, bu summativə aiddir, ona görə D-ni götürmürük. Qiymətləndirmə nəticələrinin təhlili əsasında uşaqların fərdi öyrənmə ehtiyacını müəyyən edə bilirəm. Məsələn, 3-2-1-dir, çıxış biletidir. Bu üsullar refleksiya aparmağa, həm də bizə şagirdlərimizin güclü və zəif tərəflərini müəyyən etməyə kömək edir. 6-da səhv variant oldu D variantı. 7-yə baxırıq. Müəllim şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirməyi və problemi sistemli şəkildə həll etmə bacarığını formalaşdırmağı planlaşdırır. Aşağıdakılardan hansı bu məqsədə xidmət etməz? Deməli, müəllim hansı bacarığı formalaşdıracaq? Məntiqi təfəkkür, bir də problemi sistemli şəkildə həll etmə bacarığı. Bir növ bu da, belə deyim də, problem həll etmə bacarığıdır. Şagirdlərə hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyən etmək üçün, nə üçün? Nəticədə nə baş verdi suallarını verir. 7-də A variantı məntiqi təfəkkürü formalaşdırır. Həyati bir situasiya təqdim edir şagirdlərə və ümumi qaydaları həmin situasiyada tətbiq etməsini istəyir. Yəni, olan bir qaydanı, burada da səhv yoxdur, məntiqi təfəkkürdür. Müasir qlobal ekoloji problemlərin həlli üçün şagirdlərdən faktlara əsaslanaraq plan hazırlamağı tələb edir. Bir növ praktik təfəkkür kimi düşünün. Ona görə də burada da səhv yoxdur. Şagirdlərə hər hansı bir qanuna uyğunluğu tapmaq üçün fərqli nümunələrdən ümumi nəticəyə gəlmək tapşırığı verilir. Bu da induktivə aiddir. Ona görə məntiqi təfəkkürdür.
Müəllim şagirdlərin mövzu ilə bağlı daxili vəziyyətlərini və şəxsi hisslərini ön plana çıxararaq qərar vermələrini təşviq edir. Bax, bu artıq məntiqi təfəkkürə və problem həll etməyə aid deyil. Y variantı. Burada daha çox tənqidi təfəkkür, qərar vermə, bu bacarıqlar şagirddə formalaşar. 8-ə baxaq. Müəllim dərsin izahı zamanı iki şagirdin davamlı olaraq öz aralarında danışdığını və sinfin diqqətini yayındığını müşahidə edir. Müəllim şagirdlərə yaxınlaşaraq səssizcə onların masasının üzərinə toxunur və göz təması quraraq dərsinə davam edir. Şagirdlər bir neçə dəqiqə susur, lakin müəllim lövhədə tapşırıq yazmağa başlayanda yenidən pıçıldaşmağa başlayır. Təkrar intizamsızlıq qarşısında müəllim həmin şagirdlərin yerini dəyişir, valideynlərinə mesaj yazaraq dərsi pozduqlarını bildirir. Sinifin idarə edilməsi ilə bağlı bu fəaliyyəti necə dəyərləndirmək olar? A variantında deyir ki, müəllim qeyri-verbal və reaktiv üsullardan ardıcıl istifadə etdi. Əslində müəllim birinci reaktiv üsuldan istifadə etmədi. Masaya yaxınlaşdı və səssizcə onlarla göz təması qurdu. Bu reaktiv yanaşma deyil. Bir növ elə problemin qarşısını almaq üçün proaktiv yanaşmadır. A variantını silirik. Davranışın təkrarlanmasının əsas səbəbi müəllimin şagirdlərə şifahi xəbərdarlıq etməməsidir. Bu da doğru deyil. Müəllim ilkin olaraq proaktiv yanaşma göstərsə də, problemin təkrarlanması zamanı şagirdlərin bu davranışlarının funksiyasını araşdırmadan kənar müdaxiləyə əl atmışlar. Bəli, müəllim birinci proaktiv yanaşma göstərdi, amma mütləq şəkildə müəllim sonradan valideynə yox, özü o şagirdlərlə danışmalıydı və problemin kökünü tapmalıydı. C variantı səhv variantımızdır burada. 9-a baxaq. Şagird Excel cədvəlindən istifadə edərək evdə ailəsinin aylıq gəlir çıxar büdcəsini tərtib edir. İnteqrasiyanın növünü deyir burada müəyyən edin. Excel cədvəlindən uşaq istifadə edirsə və gəlir büdcəsini müəyyən edirsə, həm informatika var burada, həm riyaziyyat var, həm həyat bilgisi var. Yəni, yalnız fənlər arası inteqrasiya var burada. 9-da D variantı. 10-a baxırıq. İki xəstədə eyni simptomlar müşahidə olunur. Laborator analizlərin nəticələrini müqayisə edərək onların hansı xəstəliyə tutulduğunu müəyyən edir. Bunun üçün xəstəliyin simptomlarını və analiz nəticələrini araşdırmaq lazımdır. ATN sualları tipində hazırlanan taksonomiya sualıdır. Təbii ki, biz burada cavabı nə götürməliyik? Tətbiq etmək. Çünki şagird iki xəstədə həm analizləri araşdırmalıdır, bu xəstəliyin hansı xüsusiyyətləri var, onu müəyyən etməlidir. Burada bir proses gedir. Yadda saxlayın, son dövrlər tətbiq etmək və anlamaq mərhələsi arasında həm ATN suallarında, həm də sertifikasiyanın son dövrlər keçirilən imtahanlarında görürük ki, bir balaca problemli situasiyalar var. Məsələn, bu problemli situasiya nədir? Adi birini götürürəm, təqdimat. Məsələn, normalda biz təqdimatı daha çox düşünürük ki, bu tətbiq mərhələsinə uyğundur da, düzdür. Amma artıq təqdimatı anlamaq mərhələsində də görəcəksiniz. Mən öz strategiyama dayanaraq belə bir şey söyləmək istəyirəm ki, əgər bundan sonra siz suallarda bir istiqamətli fəaliyyət görsəniz, içində təqdimat olsun, içində nə olur olsun da, yəni tətbiq kimi düşündüyümüz situasiyalar deyirəm. Əgər bir istiqamətli fəaliyyətdirsə, o zaman bunu götürəcəksiniz anlamaq. Yox, bir neçə istiqamət var. Məsələn, burada araşdıracaq, müəyyənləşdirəcək, müqayisə edəcək. Bir araşdırma aparır da, bu xəstə hansı xəstəliyə tutulub, düzdür? Bu artıq olacaq tətbiq mərhələsi. Ona görə bu yerlərdə biraz diqqətli olun. Yəni, tətbiq və anlamaq mərhələsi arasında bir balaca imtahanda problem yaşaya bilərsiniz. Bundan sonra hər gördüyünüz fəaliyyəti, burada mütləq proses gedir, onu gedib tətbiq mərhələsi götürməyin. Davam edirəm. 11-ci sualda verbal bullying, biz 10-cu sualda cavabı götürdük. Aha, B variantı. 11-ci sualda verbal bullying, fiziki bullying, qeyri-verbal bullying və sosial bullying. Bullying mövzusu sertifikasiya müəllimlərinin qarşısına da çıxacaq. MİQ müəllimlərinin qarşısına da mütləq şəkildə çıxacaq. Sizə hansı tip suallar düşə bilər?
Bullyingi aradan qaldırmaq, bullyingi müəyyən etmək, bullying baş veribsə müəllim nə etməlidir? Bax, bu tipli suallarda biraz diqqətli olun. Bullyingin növləri də düşə bilər sizə, amma daha çox bullyingin aradan qaldırılması, bullying baş verəndə müəllim nə etməlidir? Bullying törədən şəxsi qınaq obyektinə çevirə bilməzsiniz, ona cəzalar verə bilməzsiniz. Problemi əməkdaşlıq, empatiya, qarşılıqlı anlaşma çərçivəsində həll etməlisiniz. Bax, bu variantları axtarın testdə. İndi baxaq. Eşitməsində qüsur olan natiqə uşaqlar çar deyirlər. Yəni, çar deyə çağırırlarsa, bu artıq verbaldır. 1-ə yazıram A-nı. Əli yoldaşları ilə arasında problem olan zaman cavabı zərbə vurmaqla bildirir. Fiziki təmas varsa, fiziki şiddət varsa, bu olacaq elə fiziki bullying. Sevinç lövhədə öz yoldaşı Lalənin karikaturasını çəkir və ona gülür. Şəkil çəkmək nədir? Yəni, burada söz yoxdur. Qeyri-verbal bullyingə aiddir. 3-də C variantı. Məktəbin aktiv qızlar qrupuna daxil olan Sevilin yeni geyim tərzinə görə sinif yoldaşları onu istəmir. Bu da sosial bullyingə aid olacaq. A, B, C, D. Hansı variantdadır? 11-də B variantı. Əziz müəllimlər, yadda saxlayın, bullyingin bütün növləri təhlükəlidir. Bütün növləri eyni dərəcədə təhlükəlidir. Ona görə müəllim bu növlərin hamısını aradan qaldırmalıdır. Məsələn, bullyingin yaşanmaması üçün uşaqlarda mənəvi dəyərlər formalaşdıraram, emosional intellekti formalaşdıraram, tənqidi təfəkkürü formalaşdıraram. İlin əvvəlində buzqıran strategiyasından istifadə edərəm ki, uşaqlar bir-birlərini tanısınlar. Bəs bullyingi müəyyən etmək üçün nə etməliyəm? Anonim sorğu keçirtməliyəm, uşaqlara esse yazdıra bilərəm, məktəb psixoloqunu sinifə dəvət edə bilərəm ki, bir uşaqları müşahidə edək, özüm uşaqla danışa bilərəm, onun valideyni ilə danışa bilərəm ki, görüm evdə də uşağın davranışında nə cür bir problemlər var. Davam edirəm. Tənəffüs zamanı davamlı olaraq bir qrup şagird başqa bir şagirdə ələ salır, onun xarici görünüşünü məsxərəyə qoyur. Nəticədə bullyingə məruz qalan şagird özünə qapanır, gərginləşir və sinifdə ünsiyyətdən yayınır. Siz bullying edən şagirdlər qrupu ilə dəfələrlə danışsanız da, onlar öz bildiklərini davam edirlər. Deyir, müəllim bu problemi necə həll etməlidir? Davranışı görməzdən gəlmək variantını silirəm. Bullyingi cəzalandırmaq variantını silirəm. Nə demişdik? Ona cəza vermək olmaz. Baxırıq C variantına. Bullyingə məruz qalan şagirdlərlə fərdi söhbət apararam. Emosional dəstək göstərərəm. Digər şagirdlərlə də onların davranışları haqqında söhbət edərəm. Bax, əlavə olaraq deyir, məktəb psixoloqunu da bu işə cəlb edərəm. Bəli, bunun nəticəsində mən davranış problemini peşəkarcasına həll edərəm. Həmçinin uşaqların öz səhvlərini görməsinə şərait yaradaram. Problemin həllində onların da iştirak etməsinə şərait yaradaram. Ona görə C variantı doğrudur. Məsələn, D variantı deyir ki, insanların fərqli olması haqqında sinifdə söhbət aparın. İnsanların fərqli olması haqqında niyə sinifdə söhbət aparım ki? Bu inklüzivliyin pozulmasıdır, bu diferensial təlimin pozulmasıdır. Yəni, bullying edən şagirdin birbaşa valideyninə də xəbər vermək, mən bəs harda qaldım, yəni mən bir müəllim kimi nə etdim? Əlbəttə ki, biz valideyndən dəstək ala bilərik, kömək ala bilərik, amma orada mənim də rolum olmalıdır, mən də nəsə etməliyim. Hər şeyi valideyn üzərinə atmaq olmaz. Davam edirəm 13-cü suala. Hansı fikirlər doğrudur? Müəllim problemli situasiya təqdim edir, tapşırıqları real situasiyalar üzərindən qurur. Bir doğrudur. Emosional intellekt təşkilatçılıq bacarığıdır inkişaf elətdirir. 2 də doğrudur. Niyə doğrudur? 2? Çünki empatiya qura bilirsənsə, münasibətlərin idarə olunması səndə varsa, deməli, sən lider də ola bilərsən. Yəni, sənin təşkilatçılıq bacarığın da ola bilər. Metakognitiv bacarıq strategiyasız da formalaşa bilər. Yox, müəyyən strategiyalar olmalıdır ki, səndə metakognitiv bacarıq formalaşsın. Müşahidə yolu ilə informasiyanı emal etmək bacarığı rasional təfəkkürün ölçülməsinə imkan verir. 4 doğrudur. Rasional təfəkkür odur ki, məsələn, sən düzgün, qərəzsiz yanaşmağı bacarırsan. 1, 2, 4. 13-də B variantı doğru variantımızdır. 14-ə baxırıq.
Deməli 14-2023-cü ilin qəbul sualıdır. Müəllim sinif müzakirəsi zamanı həm passiv, həm də aktiv mövqe tutan uşaqlarla işləyir. Onların sərbəst fikir bildirməsi üçün onları dəstəkləyir. Bir müddət sonra passiv şagirdlərin dərsə marağı artır. Baxın, burada passiv sözü, zəif sözü, bu sözlərə diqqət edin. Bu sözlər adətən testə gələndə o zaman siz inklüzivliyi və diferensiallığı axtarmalısınız. Çünki lap belə deyim də, IQ səviyyəsindən də söhbət getdi uşağın. O zaman yenə də baxın inklüzivliyə. Çünki inklüzivlik ancaq passiv, zəif şagirdlərin yox, həmçinin IQ səviyyəsi yüksək olan uşaqlara da aiddir. Deməli, müəllimin bu yanaşması nəticəsində o zəif uşaqlar sinifdə artıq özlərini göstərməyə başlayırlar. Yəni, onların potensialları inkişaf edir. Biz burada baxırıq variantlara. Müəllim şagird yönümlü yanaşma tətbiq edir, düzdür. Hər bir şagirdin təlim prosesində fəal iştirakını təşviq edir və onların özünə inam hissinin formalaşmasına dəstək verir. Deməli, burada elə olacaq 14-də bizim doğru variantımız A variantı. Şagird yönümlü yanaşmanı tətbiq edir. Məsələn, inklüzivlik də olsaydı burada götürərdim. Diferensial yanaşma olsaydı yenə də götürərdim. İndi yəqin ki, onlar variantlarda olmayacaq. Şagirdin nəticələrini onlarla müzakirə etmir. Bu da onlara səhv etmə imkanı yaradacaq. Səhvdir bu. Müəllim 21-ci əsr bacarıqları formalaşdırır. Əslində situasiyamıza uyğun deyil də. Bizə lazım olan müəllimin passiv şagirdlə əlaqə qurmasını necə dəyərləndirməkdir. Ona görə C variantda deyil. Dini, etnik mənsubiyyətdən danışmadı heç testdə. Müəllim şagirdlərə verdiyi problemli situasiyanı ətraflı tədqiq etmələri üçün şərait yaradır. Bundan da danışmadı. Mənə 14-cü sualda nəyi soruşmaq istədi? Əgər müəllim passiv, zəif şagirdlərlə işləyirsə, onların da təlimə marağını artırırsa, mənə dedi ki, bu situasiyanı müəllimin yanaşmasından dəyərləndir. Ona görə də mən A variantını götürdüm. Müəllim uşaqlarda özünə inam yaratdı. Hər bir uşağın təlimdə fəal iştirakını təşviq etdi. Davam edirəm. 15-də uyğunsuzluğu istəyir bizdən. Tarixi hadisələr barədə iki fərqli mənbə ziddiyyətli məlumat verir. Tənqidi təfəkkürə aiddir, düzdür, götürmürəm. Şagird dron hazırlayır. Material seçimi zamanı bəzi hissələr ağır və dayanıqsızdır. O, müxtəlif materialları müqayisə edir, ən optimalını seçir. Müəllimlər, bu şəxsi sosial öyrənməyi öyrənmək kompetensiyasına aid deyil. Mühəndislik kompetensiya, texnoloji kompetensiyaya aiddir. Ona görə B variantı bizim səhv variantımızdır. Amma digər variantlar, məsələn, dövlətlə bağlı olan C variantı fəal vətəndaş mövqeyinə aiddir. Mən burada araşdırma aparacağım onlayn şəkildə. Ona görə bu rəqəmsal savadlığa aiddir. Bölgələrin adət-ənənələri varsa, bu da mədəni müxtəlifliyə aiddir. Növbəti sualımız 16-cı sualdayıq artıq əziz müəllimlər. Videonu bəyənin və paylaşmağı unutmayın. İmtahana çox az bir vaxt qalıb. Sertifikasiya imtahanı artıq başlayıb. MİQ imtahanı da iyulun ilk həftələrində başlayacaq inşallah. Ona görə də nə qədər bu tipli sınaqlar işləsəniz, imtahana hazır olarsınız və ən azı öz gücü və zəif tərəfləriniz nələrdir, onu müəyyən edib o hissələr üzərində daha çox çalışa bilərsiniz. Şagird son vaxtlar dərslərdə verdiyi cavabların tez-tez səhv olduğunu və mövzunu tam başa düşmədiyini hiss edir. Əvvəlcə bunu diqqətsizliyi ilə əlaqələndirsə də, vəziyyəti daha dərindən araşdırmağa qərar verir. Bunun üçün əvvəlki yazı işlərini nəzərdən keçirir, səhvlərinin hansı mövzularda daha çox təkrarlandığını müəyyən edir. Müəllimin izahlarını və dərs materiallarını yenidən analiz edir. O, müxtəlif mənbələrdən topladığı məlumatları müqayisə edir, fərziyyələri qiymətləndirir, problemi müəyyən edir. Bizə deyir ki, şagirddə əsasən hansı bacarıq formalaşıb? Əziz müəllimlər, şagird nə etdi? Vəziyyəti dərindən analiz etdi, öz işini bir növ metakognitiv bacarıqlar formalaşdırdı, tənqidi təfəkkür formalaşdırdı. A variantda deyir ki, səhvlərinə baxmadan öyrənməni davam etdirdi. Bu düz deyil. Araşdırma aparmadan nəticə çıxartdı. Düz deyil.
məlumat toplama, müxtəlif mənbələrdən istifadə etmə və əldə etdiyi bilikləri sistemləşdirmə bacarığını, informasiyanın idarə olunması bacarığı, bir də şagirddə abstrakt təfəkkür var. Əslində əvvəli doğru gəlsə də məlumat topladı, amma sonu nəsə uyğun gəlmir. İnformasiyanı necə idarə edəcək? Bir dənə uyğun gələn məlumat toplayıb müqayisə etməsi oldu. Ona görə C-ni də götürmürəm. Yaradıcı təfəkkür formalaşmadı bu şagirddə. Problemi düzgün müəyyən etdi, səbəbləri araşdırdı, dəlillərə əsaslanaraq qiymətləndirmə edə bildi və bu şagirddə tənqidi təfəkkür formalaşdı. Ümumiyyətlə yadda saxlayın, əgər bir uşaqda metakognitiv bacarıq inkişaf edirsə, həmin uşaqda həm empatiya, emosional intellekt inkişaf edəcək, belə deyək, daha doğrusu uşaq özünü dərk edəcək, həm də həmin şagirddə tənqidi təfəkkür formalaşmış olacaq. Növbəti sual 14-cü sual iş üsulları ilə bağlıdır və bizdən yanlış istəyir. Sinkveyn fikrin lakonik ifadəsi doğrudur. Müzakirə xəritəsində müzakirə texnikası var, doğrudur. 4N1 KH qızıl dairə, layihə işləri var, doğrudur. Qərarlar ağacı, sinektika, müzakirə xəritəsi, klaster, debat, tənqidi təfəkkürə aiddir. Düzdür, tənqidi təfəkkürə aiddir, amma klasterdə tənqidi təfəkkür yoxdur. Məntiqi təfəkkür var, ona görə də elə D variantını götürürük. 3-2-1 də refleksiya üsuludur. Deməli, 17-də D-ni nəyə görə götürmədik? Klaster. Klaster məntiqi təfəkkürdür. Nə tənqidi təfəkkür, nə yaradıcı təfəkkür yoxdur. 18-ə baxıram. Müəllim mətn üzrə iş fəaliyyəti təşkil edir. Şagirdlərin hamısı eyni mətndən istifadə edir, lakin fəaliyyət tapşırıqları fərqlidir. Bəzi şagirdlər mətndə əsas fikri müəyyən edəcək, bəzi şagirdlər səbəb-nəticə əlaqəsini izah edəcək, potensialı yüksək şagirdlər əsas ideyanı əks etdirən faktları müəyyən edib əsaslandıracaqlar. Müəllimin fəaliyyəti haqqında ən doğru mülahizə hansıdır? Təbii ki, müəllim məzmunu eyni saxlayır, mətn üzərində iş görür, düzdür? Amma mətndə fərqli tapşırıqlar verirsə, deməli diferensiallaşmanı müəllim doğru qurmuş oldu. 18-də C variantı düzgündür. Davam edirəm 19-a. Baxaq. Hansı fikir doğru hesab edilə bilməz? Dərsin planlaması zamanı nəzərə alınan vacib məqsədlərdən biri də diferensiallıqdır. Bəli, tapşırıqları elə hazırlamalıyam ki, sinifin bütün uşaqlarına uyğun olsun. Təlim nəticəsini müəyyənləşdirdikdən sonra sonrakı iş daha doğrusu təlim fəaliyyətinin planlamasıdır. Baxın, bu ardıcılığı əsla unutmayın. Planlamada birinci vacib təlim nəticəsidir. İkinci vacib məsələ qiymətləndirmədir. Üçüncü isə öyrənmə fəaliyyətidir. Deməli, təlim nəticəsindən sonra mən qiymətləndirməni müəyyən etməliydim. Ona görə 19-da C variantı səhvdir. Və növbə 20-ci qəbul sualıdır. 20-ci sual MİQ sualıdır. Qrupdakı şagirdlərdən biri yoldaşlarına danışmaq üçün imkan yaratmır. Yalnız öz söylədiklərinin hamı tərəfindən təsdiqlənməsini tələb edir. Bu hal şagirdlər arasında narazılıq yaradır və səs-küyə səbəb olur. Müəllim aşağıdakılardan hansı fəaliyyəti etməlidir ki, bu vəziyyət aradan qalxsın, şagird motivasiyadan düşməsin. Şagirdlə dərsdən sonra fərdi söhbət apararam. Əslində fərdi söhbət apararam, amma sonu düz deyil. Mən heç vaxt uşağa irad bildirə bilmərəm ki, sənin hərəkətin düzgün deyil. Yəni, bu uşağa yaxşı təsir etməyəcək. Ona görə A-nı götürmürəm. Müəllim şagirdin liderlik bacarıqlarını nəzərə alaraq ona qrupun işini koordinasiya etməyi və digər şagirdlərin fikirlərini toplamağı tövsiyə edir. Baxın, uşağın liderlik bacarığı var, amma o qrup işini axı düzgün görə bilmir. Ona görə müəllim yenidən ona həmin işi tapşırsa, bu heç bir nəticə verməyəcək sinifdə. Şagirdin sözünü bitirməsini gözləyir və daha sonra başqa kimin fərqli fikri var sualını verir. Bax, məsələn, bu o deməkdir ki, C variantı. Müəllim bütün uşaqları həm dinləyir, həm də hamının danışmasına şərait yaratmış olur. 20-də C variantı doğru variantımızdır. Belə əziz müəllimlər, sınağın izahı bitdi. Əgər bu sınaq sizə yararlı, faydalı oldusa, o zaman sınağımızı mütləq bəyənin. Sertifikasiya müəllimləri biz ayın 17-si, iyunun 17-si deməli YouTube kanalımda
50 sualdan ibarət sertifikasiya son final dərsini paylaşmışam. İmtahana getməmişdən öncə mütləq o dərsə baxın. Orada həm fən kurikulumu haqqında, həm də sizə düşən mövzuların demək olar ki, 7-8 sualını əhatə edən sualları izah etmişəm. MİQ müəllimləri üçün də şad xəbərim var. İyul ayının 1-də MİQ üçün də elə bir canlı olacaq, ödənişsiz canlı olacaq və imtahana getməmişdən öncə bütün proqramı təkrarlayıb imtahana getmiş olacaqsınız. Sağ olun dəyərli müəllimlər. İnşallah tezliklə görüşərik. Sağ olun.